Hər kəs salamlayıram. Bugün Respublika fənn müsabiqələrinin riyaziyyat fənninə uyğun yarımfinal sınaq imtahanı keçirildi. İndi biz bu videoda həmin sınaq imtahanının suallarına baxacağıq. Gəlin vaxt itirmədən suallara keçək. Deməli, birinci suala baxaq. Birinci sualda deyilir ki, bu ədədlərdən neçəsi 0,56 və 0,65 ədədlər arasında yerləşir. İndi gəlin bu sıralamanı iki hissəyə parçalayaq. Niyə bunu mən iki hissəyə parçaladım? Məsələn, birinci hissəyə fikir verin. Birinci hissə necədir? 0,5 sonrası neçədirsə? Yəni 0 tam vergüldən sonrası 5 ilə başlayır, düzdür? 5 ilə başlayır. 5 ilə başlayırsa, bu əlbəttə 0,65-dən kiçik olacaq, düzdür? Ona görə biz bu ədədlərin, bu ilk üçlüyün 0,56-dan böyük yoxsa kiçik olduğuna baxacağıq. Əlbəttə 0,56 və 0,65 ədədlər arasında yerləşirlərsə, 0,56-dan böyük olmalıdırlar. İndi gəlin baxaq. 0,4-də 5 nəyə bərabərdir? 0,5 nöqtə sonsuza qədər gedir. 0,56-nı yazsam 0,56 sonsuza qədər. İndi baxıram. 0,4-də 5-dən və ilk rəqəm vergülə qədər hər şey eynidir. Vergüldən sonra ilk rəqəm eynidir, düzdür, hər ikisində də. Lakin ikinci rəqəmdə ikinci daha böyük olur. İkinci rəqəmdə, yəni ikinci rəqəmdə ikinci daha böyük olursa, deməli ümumiyyətlə ikinci ədəd daha böyükdür. Niyə? Çünki yəni məsələn bu hissəyə qədər hər şey eyni idi. Bu hissədə isə İlk dəfə bu ədəd, yəni 6, 5-dən böyük oldu. Qalanlarında indi 5-dən sonra neçə gəlirsə gəlsin, bu ədədi keçə bilməyəcək əlbəttə ki. Deməli, 0,56, 0,4-də 5-dən böyük oldu. Lakin biz demişdik ki, əgər bu iki ədəd arasında yerləşirsə, 0,56-dan böyük olmalı idi. Deməli, bu ədədi götürməyəcək. İndi keçək digər ədədə. Digər ədədimiz 0,5 dövrdə 6-dır. Bunu yaza bilərəm 0,5, 6, 6, 6 sonsuza qədər. İndi baxaq, bu hissə eynidir. Vergüldən sonra ilk ədəd eynidir, ikinci ədəd eynidir. Üçüncü ədəddə isə, yəni üçüncü ikilikdəsə 6 daha böyükdür. Deməli, bu ədəddən böyük olacaq. Deməli, biz ikinci variantı götürəcəyik, ikinci ədədi götürəcəyik. İndi keçək üçüncü ədədə baxaq. Üçüncü ədədimiz 0,56-dır. Bunu biz necə yaza bilərik? 0,56 sonsuza qədər, düzdür? İlk rəqəmə baxsaq, vergüldən sonraki bərabərdirlər, ikincisi bərabərdir, üçüncüdə isə 5 daha böyükdür. Deməli, bu ədəddən böyük olacaq. Yəni, bu ədəd daha böyük olacaq. O da bizim şərtimizi ödəyir. Yəni, 0,56-dan böyük olur. Deməli, biz bu ədəddə götürəcəyik. Götürdük. Keçək digər üçlüyə. İndi digər üçlüyə nəzər salanda görürük ki, digər üçlükdə vergüldən sonra ilk rəqəm 6-dır. İlk rəqəm 6-dırsa, bu əlbəttə 0,56-dan böyük olacaq. İndi biz onun 0,65-dən böyük yaxud kiçik olmasına baxacağıq. İndi 0,65 necə yazıla bilər? 0,65, 0,0, yəni sonsuza qədər 0 gelirdi ondan sonra. İndi 0,6 dövrdə 5 necə yazıla bilər? 0,6, 5. İndi baxıram, görürəm ki, ilk ikisi eynidir, lakin üçüncüdə bu daha böyükdür. Lakin 0,65-dən kiçik olmalıdır da, düzdür. İndi kiçik olmadığına görə, böyük olduğuna görə biz bu ədəd də götürməyəcəyik. İndi digər ədədə baxaq. Digər ədəd də burada yazaq. 0,65. Bu nəyə bərabərdir? 0,65. Burada da görürük ki, ilk iki rəqəm eynidir, lakin burada bu daha böyükdür. Deməli, 0,65 0,65-dən böyükdür. Böyükdürsə, onda
bu ədəd də götürməyəcəyik. Çünki kiçik olmalıdır da. 0-dan 4-ə 6-ya baxsam, 0-dan 4-ə 6-da 0-dan 6, 6, 6 gedəcək də, düzdür? İndi 6 ilk rəqəm eynidir. Lakin ikinci rəqəmdə bu rəqəm 5-dir, bu rəqəm 6-dır. Deməli, bu ədəd daha böyük olacaq. Lakin biz demişdik ki, daha kiçik olmalı idi. Deməli, bunu da götürməyəcəyik. İndi yerdə nə qalır? 2 dənə ədəd qalırdı. Onları da seçmişik. 0,5 dövrdə 6 və 0,456. Bu iki ədəd. Yəni, bu ədədlərdən ikisi bu iki ədəd arasında yerləşir. Cavabımız A variantı. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, A 1-dən böyükdür, B 1-dən böyükdür və A bərabərdir 5 üstü B çıx 5 olarsa, A ədədi üçün aşağıdakılardan hansı doğru deyil? Düzdür, fikrincə bu ədədlərin natural olması da verilməli idi. Amma yenə də gəlin bu sualı biz həll eləyək. İndi A variantında deyilir ki, 2-yə tam bölünür deyir. 2-yə tam bölünür deyir. Baxaq, 5-in qüvvəti, yazaq bir daha. A bərabərdir 5 üstü B çıx 5. A ədədi üçün baxırıq da. A həm də buna bərabərdir, bərabərliyi də verilib. 2-yə tam bölünür. İndi 5-in qüvvəti cüt ola bilərsizcə? Əlbəttə ki, yox. Yəni 5-in natural üstü qüvvəti həmişə tək olur. İndi B-nin burada natural olub-olmaması bizə verilməyib. Lakin də hansı doğru deyil deyirsə, biz onun həmişə doğru olmadığını zənn eləyək. Yəni, həmişə doğru olmayan variantı seçək də. İndi əgər B natural ədəddirsə, 1-dən böyükdürsə, onda 5-in qüvvəti tək olacaq da, düzdür? 5-in qüvvəti təkdirsə və B 1-dən böyükdürsə, natural ədəddirsə, onda 5 üstü B tək ədəddir. Tək ədəddir. Həmçinin 5 də tək ədəddir, düzdür? Tək ədəddən tək ədədi çıxardanda mənə cüt ədəd verməz. Məsələn, əlbəttə ki, 5 üstü B çıx 5-dən. B 1-dən böyük olduğuna görə 5 üstü B də 5-dən böyük olmalıdır. Ona görə də, yəni böyük ədəddən kiçik ədəd çıxırsan, 2K plus 1, deyək ki, tək ədəddə çıxılsın 2T plus 1. Bu da tək ədəddir, lakin birinci ədəd ikincindən böyük olsun. Bərabər olar nəyə? 2K çıx 2T-də düzdür. Bu da cüt ədəddir, yəni 2-yə tam bölünür. A variantı düzdür. İndi B variantına keçək. B variantında deyir 4-ə tam bölünür. 4-ə tam bölünür. Biz bunu necə sübut eləyə bilərik 4-ə tam bölünür? Bu 5 üstü B-ni mən yazaram. 5 üstü B-ni necə yaza bilərik? Baxın, 5 üstü B çıx 5. 5-i 4-ə böləndə qalıqda nə qalır? 1. Belə bir xassə var ki, A üstü N deyək də. A üstü N, məsələn, K-ya bölünməsindən alınan qalıq, A-nın K-ya bölünməsindən alınan qalığın N-inci qüvvətinə bərabər olur. Məsələn, necə? Tutaq ki, A ədədin K-ya böləndə R qalığını əldə edirsən. Həmin qalığın N-inci qüvvətin K-ya böləndə hansı qalıq alınırsa, eləsə də A üstü N-in K-ya bölünməsindən alınan qalığı verəcək. Yəqin ki, başa düşdünüz nə demək istəyirəm. Yəni, 5 üstü B-nin 4-ə bölünməsindən alınan qalıq, elə 5-in 4-ə bölünməsindən alınan qalığın B-inci qüvvətinə bərabərdir. 5-in 4-ə bölünməsindən alınan qalıq nədir? 1. 1-in B qüvvəti. Çıxılsın 5. Bilirik ki, 1-in istənilən qüvvətin 4-ə böləndə 1 qalıq qalır da. 1 qalıq. Çıxılsın 5-i 4-ə böləndə neçə qalıq alınır? 1 qalıq alınır. Burada da 1 yazılır. Bərabərdir 0. Yəni, bu ədədi 4-ə böləndə 0 qalıq əldə olunur. B variantı da getdi belə. Düz fikriymiş. İndi C-yə baxaq. 5-ə tam bölünürdür. B 1-dən böyüdürsə, bu ədəd də 5-ə tam bölünür, bu ədəd də 5-ə tam bölünür. Deməli, bunların fərqi də 5-ə tam bölünməlidir. Daha doğrusu bu variant çıxılır üstə. Yəni, bu da düz fikirdir də. İndi D-yə baxıram, 6-ya tam bölünür. Biz bunun 6-ya tam bölündüyünü deyə bilmərik. Yəni, həmişə 6-ya tam bölündüyünü deyə bilmərik. Tutaq ki, məsələn, B3 olsa əgər,
B3 olsa 6-ya tam bölünəcək də 125-dən 5 çıxanda 120 qalır. B2 olanda isə 6-ya tam bölünməyəcək. 26-ya tam bölünmür. İndi bəzi hallarda bölünür, bəzi hallarda bölünmür. İndi biz əvvəldə dedik ki, fərz eləyək ki, həmişə doğru deyil, lakin burada şərtdə səhvlik var. Yəni A və B-nin natural ədəd olması verilməli idi. Doğru deyil. İndi bu ABC fikirləri, ABC ədədləri natural ədəd olanda həmişə doğrudur. Lakin D variantı bəzən doğrudur, bəzən doğru deyil. Ona görə zənnimcə natural ədəd olması verilməli idi şərtdə. Amma verilməyib, təəssüf. İndi baxaq. Keçək digər suala. İndi burada da cavab D variantıdır. Çünki həmişə doğru olmadığını göstərir. Üçüncü sual. Bu bir hədlinin dərəcəsi 46 olarsa, n plus 2 vurulsun x üstü n plus 6 vurulsun y üstü 3 vurulsun z üstü 2n minus 1 bir hədlisinin dərəcəsi ilə əmsalının cəmini tapın. İndi bir hədlinin dərəcəsi deyəndə neynirdik? Dəyişənin üstündə duran qüvvətləri cəmləyirdik. X-in üstündə 2 durub, y-in üstündə 2n durub, z-in üstündə 3n plus 4 durub. Bunların cəmi 46-ya bərabərdir. Buradan da toplayıram. 5n bərabərdir 46 çıxılsın 6. 5n bərabərdir 40. N bərabərdir 8. İndi bu verilən, tələb olunan bir hədlidə n-i yerinə qoysam, 8 plus 2 vurulsun x üstü 8 üstəgəl 6 vurulsun y üstü 3 vurulsun z üstü 2 vur 8 çıx 1. Nəyə bərabərdir? 10, x üstü 14, y üstü 3, z üstü 15. Dərəcəsi ilə əmsalının cəmin tapın deyir. Bunun əmsalı 10-a bərabərdir. Qarşıda duran ədəd. Dərəcəsi isə 14 üstəgəl 3 üstəgəl 15-ə bərabərdir. Yəni 32-ə bərabərdir. 10 ilə 32-nin cəmi də bizə 42 verəcək. Cavab B variantı. Dördüncü suala baxaq. Uyğunluğu müəyyən edin. İndi biz variantlara baxanda deyir, dərəcəsi əmsalına bərabərdir, böyükdür, kiçikdir. İndi biz bunun dərəcəsini və əmsalını araşdırmalıyıq da. Birinciyə baxaq. 6a kub b kvadrat. İndi bunun əmsalı neçədir? 6-dır. Dərəcəsi neçədir? 3 üstəgəl 2, yəni 5-dir. Dərəcəsi bunun əmsalından bir vay kiçik deyil. Kiçikdir də. Onda biz 1-ə B-ni götürəcəyik də, B variantı. 1-ə B. İndi 2-yə baxıram. 7a kub b üstü 4 s kvadratdır. Bunun əmsalı neçədir? 7-dir. Dərəcəsi neçədir? 3 üstəgəl 4 üstəgəl 2, yəni 7 üstəgəl 2. Dərəcəsi əmsalından 2 vahid böyük oldu. Deməli, 2-yə də Y variantı gedəcək. 3-ə baxaq. 8 a üstü 4 b üstü 3 s. Dərəcəsi 8-dir. Daha doğrusu dərəcəsi 4 üstəgəl 3 üstəgəl 1 8-dir. Əmsalı isə qarşıda duran ədəd 8-ə bərabərdir. Gördüyümüz kimi bu bir hədlin dərəcəsi əmsalına bərabər oldu. Deməli 3-ə də S variantı gedəcək. B, Y, S. Yəni cavabımız D variantı. 5-ə baxaq. Deyir, renzinin bir ucundan 5də biri kəsilir. Renzinin uzunluğu tutaq ki, x olsun. Uzunluğu x olsun. X-dan 5də biri kəsilir. Yəni x çıx 5də 1x. Bərabərdir 1 böl 4x. 1 böl 4x yox. 4 böl 5x. Qalır da. İndi deyir, yerdə qalan rezin tam dartılanda uzunluğu öz boyunun 4də 3-ü qədər artır. Yəni 5də 4x-i dartanda 4də 3-ü qədər artır. Yəni 5də 4x üstəgəl 5də 4-ün 4də 3-ü nə qədərdir? 5də 4x vur 4də 3. Bu qədər artır da. Deməli, nəticə nə olacaq? 5də 4x üstəgəl 5də 3x. Bu da bərabər olacaq 5də 7x. Nədir? Renzin dartılmış haldakı boyu, yəni bu 84 cm olduğuna görə başlanğıcdakı boyu neçə cm idi? 84-ə bərabər edirəm bunu. Buradan da x bərabərdir 84 vur 7də 5, yəni 60.
Başlanğıcdakı boyu da elə x idi də. Yəni x bərabərdir 60. Cavabımız B variantı. 6-cı suala baxaq. Deməli x bərabərdir 15-də 7 çıx 14-də 3. Y bərabərdir 7-də 5 plus 10-da 7 olarsa 30-da 23 üstəgəl 14-də 1 cəmini x və y ilə ifadə edin. Aha. Gəlin x-i bir məxrəcdə yazaq, orta məxrəcdə. Bir orta məxrəcdə yazaq. X bərabərdir 15-də 7 çıx 14-də 3. Ortaq məxrəc burada 210 olacaq. 210, 7 vur 14, çıx, 3 vur 15. Bərabərdir 210-da 98 çıx 45. Yəni 210-da 53. Y-ə baxsaq 7-də 5 üstəgəl 10-da 7 bərabərdir 70-də 50 üstəgəl 49. 70-də 99. İndi mən də bunu 210-a gətirim. Hesablamada rahat olsun. 210 99 3-ə vuranda 297 eləyir. İndi mənə verilən 30-da 23 üstəgəl 14-də 1 hesablayıram. Onu da bir z deyirəm. Z bərabərdir 30-da 23 üstəgəl 1/14 bərabərdir 70. Yox, burada da ortaq məxrəc neçə olacaq? 210 olacaq da. 210. 23 vur 7 üstəgəl 15 bərabərdir 210-dan 7 üçün 27, 214, 161 üstəgəl 15 210-da 176. Deməli biz x və y arasında elə bir əməl aparmalıyıq ki, bizə z ədədin versin. Məsələn, x ilə y-i toplayıram misal üçün. X ilə y-i toplayıram. Nə verir? 210-da 53 ilə 297-ni toplayanda 350 eləyir də. İndi mən bu ədəddən neçə çıxsam z alaram? 210-da deməli bu ədəddən 210-da bir x deməyə bir m ədədi deyə çıxsam, tutaq ki deyirəm ha. Bərabər olsun 210-da 176-ya. Buradan m neçə tapılar? 350 çıx 176 hamısı orta məxrəcdə axı. Bərabərdir 174 alınır səhv eləmirəmsə. Aha. 174. İndi m böl 210. M 174 olsa 174 böl 210. Məlum məsələdir, mənə natural ədəd verməyəcək. Burada cavablarda olan ədədlər də natural ədədlərdir. Deməli, bu mənim işimə yaramır. Yaramırsa, x plus y halını kənara atıram. Tutaq ki, hansı halı yoxlayaq? Məsələn, x çıx y-i yoxlayaq. X çıx y. Nəyə bərabər olacaq? 210-da 53 çıx 297-yə bərabər olacaq. Yəni, 210-da mənfi 244. Aha. X çıx y budur. Mən x çıx y-in üzərinə nə əlavə eləsəm mənə z verər. Tutaq ki, 210-da k ədəd əlavə eləyirəm. Tutaq ki, mənə nəyi verir? Verir mənə, bu əlavədir bu yazdığım, 210-da 176. Mənfi 244 üstəgəl k bərabər olsa 176-ya. 176-ya. Buradan k tapılar 420. 420 210-a bölünür də. Deməli, biz z-i necə ifadə edə bilərik? X çıx y, hansı ki bunu verir bizə. Üstəgəl, k-mız 420 olsa, 420 bölü 210. X çıx y üstəgəl 2 kimi yazıla bilər. Burada da baxıram, x çıx y üstəgəl 2 variantlarda var. Deməli, A variantını seçirik. 7-ci suala baxaq.
ABC tam ədədləri üçün A böyükdür B, böyükdür C, böyükdür 0 və C bərabərdir A-, B-dir. A və B-nin əbubu 6 olduğuna görə aşağıdakılardan hansı hər zaman cüt ədəddir? Aha. Gəlin bu A və B-nin əbubunu araşdıraq. İndi 6 verilib bizə. Çoxluq kimi çəksəm onların vuruqlarını. A, B. Bu ortada duran 6 olmalıdır da. Əbubunu 6 verib. Bu yerdə duran bunun M və N deyək də. Bu M və N deməliyik ki, hökmən qarşılıqlı sadə ədədlər olmalıdır. Niyə? Çünki əgər qarşılıqlı sadə ədədlər olmasaydı, deməli onların ortaq sadə vurğu olmalı idi. Və əgər ortaq sadə vurğu olsaydı, ortaq sadə vurğu ortaya yazılardı. Lakin M və N ayrıca yazılıb. Deməli, M və N qarşılıqlı sadədirlər. M və N qarşılıqlı sadədirlər. Bunu belə araşdırdıq. İndi A və B-nin mən necə ifadə edərəm? A-nı yazaram. A-nı yazaram 6M, B-ni yazaram 6N. C də verilib A-, B-dir. Həmçinin A da B-dən böyükdür. İndi necə yazaram C-ni? A-, B, yəni 6M çıx 6N bərabərdir 6-da M çıxılsın N. Deyir, aşağıdakılardan hansı hər zaman cüt ədəddir? Məsələn, A variantına baxaq. A plus B böl 6. A plus B böl 6-dır da. Bu nəyə bərabərdir? A 6M-dir, B 6N-dir. Bunları 6-ya böləndə, 6-nı xarici çıxardanda nə qalır? M üstəgəl N. Biz bunun cüt ədəd olduğunu, yəni hər zaman cüt ədəd olduğunu deyə bilmərik. Niyə? Çünki M, N-ə biz qarşılıqlı sadə ədədlər demişdik. Məlum məsələdir ki, qarşılıqlı sadədirsə, hər ikisi cüt ola bilməz. Çünki cüt olsaydı, hər ikisinin ortaq bir vurğu olardı da, 2 vurğu. Və hər ikisi tək ədəd olanda cüt olar. Lakin qarşılıqlı sadə olmayan tək ədədlər də var da. Məsəl üçün 3 və 9 misal üçün. Ya da ortaq bölən 6-da 3 və 9 deməyək. Məsələn 7 ilə 14 məsələn. Yəni 7 ilə 21 də deyə bilər də. 7 ilə 21 deyək. 7 ilə 21 ikisi də tək ədəddir. Cəmi cüt ədəd eləyəcək. Lakin 7 ilə 21 qarşılıqlı sadə deyirlər. Amma biz deyirik ki, hər zaman cüt ədəd olsun. Yəni M və N qarşılıqlı sadədirsə, onların cəmi tək ədəd də ola bilər, cüt ədəd də ola bilər. Ona görə biz A bəndini həmişə düz götürə bilmərik. İndi biz keçək B variantına. B variantında görək vəziyyət necə olacaq. B plus C böl 6. B-miz nədir? 6N. C-miz nədir? 6 vurulsun M çıx N. Böl 6. Burada 6N üstəgəl 6M çıx 6N böl 6. 6N-lər ixtisar gedir. Yəni islah gedir. 6M 6-ya böləndə də M qalır. Mən bilmirəm M tək ədəddir, cüt ədəddir. Bunun üçün mən qəti qərar verə bilmərəm. Yəni deyə bilmərəm M tək də ola bilər, cüt də ola bilər. Ona görə B variantı da həmişə doğru olmaya bilər. Bizə həmişə doğru olan bir variant lazımdır. İndi C variantına keçək. A çıx C böl 6. A-mız 6M-dir. C-miz 6M çıx 6N-dir. Əksini yazsam, mənfi 6M üstəgəl 6N böl 6 bərabərdir N. N haqqında da məlumatım yoxdur mənim. Təkdir, cütdür, necədir, heç bir şey bilmirəm. Sadəcə M və N-in qarşılıqlı sadə olduğunu bilirəm. Bu, mənim N-imə bir təsir eləmir. N-imin qiymətinə təsir eləmir yəni. Son olaraq D variantı qaldı. Yəqin ki, düzgün cavabı olacaq. A plus B plus C böl 6-dır deyir. Məsələn, 6-nı saxlayıram. A-nın yerinə 6M, B-nin yerinə 6N, C-nin yerinə 6M çıx 6N yazsam, 6N-lər gedəcək, qalacaq 12M böl 6. Bu da bərabərdir 2M. M vuruq olduğuna görə bir natural ədəddir. Natural da olduğuna görə 2M həmişə və həmişə mürəkkəb ədəddir. Daha doğrusu, əslində mürəkkəb ədəddir. 2M həmişə mürəkkəb ədəddir və həmişə cüt ədəddir. Yəni,
ədədin 2 misli həmişə cüt olur da. 2m cüt olur. 2m üstəgəl 1 tək olur. Cüt ədədinin tərkibində 2 vurğu var axı ona görə. Deməli D variantı həmişə düzdür. 8-də baxaq. Sadə bir sadələşdirmə misalıdır. X çıx 2 üstü 5. Mənfi x çıx 2-ni yazaram, çıxılsın. Yəni mənfi x üstəgəl 2. Mötərizəni bağlayaq. Vurulsun 2 çıx x. X kvadrat çıx 6x üstəgəl 9-u x çıx 3-ün kvadratı kimi yaza bilərəm. İndi birinci bu mötərizə daxilindəki ifadəni bir məxrəcdə yazsam, x çıx 2 5 çıxılsın. X çıx 2-ni surətə çıxartmaq üçün, daha doğrusu x plus 2-ni çıxartmaq üçün vurmalıyam x minus 2-yə və əksini yazırıq da. Məsələn, x üstəgəl 2, x çıx 2. X çıxılsın 2. Vurulsun 2 minus x, x çıx 3, x çıx 3 belə ayıraq. Görək nə olur. X minus 2 ilə 2 minus x ixtisar eləsəm, surətdə mənfi 1 qalacaq. Və həmçinin bunu sadələşdirsəm, 5 minus x kvadrat üstəgəl 4. Bu da mənfi 1 qaldı da. Necə eləyək? Mötərizədə yazaq, mənfi 1-ə vuraq. Məxrəcədə x minus 3-ün kvadratını yazaq. Aha. Bu nədir? Mənfi x kvadrat plus 9 vur mənfi 1 bölünsün x çıx 3, x çıx 3. Mənfi 1-i vursam qalacaq x kvadrat çıx 9, x çıx 3, x çıx 3. X kvadrat minus 9-u da x çıx 3, x plus 3 şəklində yaza bilərəm. Məxrəci də ilə ayırıram. X çıx 3 ilə ixtisar gedəcək. Qalacaq x üstəgəl 3 böl x çıx 3. Yəni cavab D variantı. 9-cu suala baxaq. Hesablayın deyir. İndi surəti mən sadələşdirəcəm. Sən A tam B dövrdəsi deyil. Bunu yazaram. A üstəgəl 90-da BS çıx B. Düzdür. Bu da biraz sadələşsə nə olur? 90-da 9B plus C. B-ni də elə yazaq. Yəni ikincisini də elə yazaq. B tam C dövrdə A. Nəyə bərabər olar? B üstəgəl 90-da CA çıx C. Yəni B üstəgəl 90-da 9C üstəgəl A. Üçüncünü də elə yazaq. C tam A dövrdə B bərabərdir C üstəgəl AB çıx A böl 90. C üstəgəl 9A plus B böl 90. İndi bunların üçünü cəmləsəm, nə əldə eləyərəm? A plus B plus C, A plus B plus C üstəgəl 90-da 9B, B, elədi 10B, 9A, A, 10A, 9C və C, 10C. Deməli, 10-u xaricə çıxardaram. A plus B plus C kimi yazaram. Bu da bərabər olar. A plus B plus C üstəgəl 10-dan 90 ixtisar gedər. Burada 9 qalar. 9-da A plus B plus C. Aha. Bunu biraz kiçildirəm. Bu yazdıqlarımı. Kiçiltdim. İndi məxrəci sadələşdirməyə çalışaq. Başqa formada yazmağa çalışaq. İndi A tam dövrdə B bərabərdir. A üstəgəl 9-da B. B tam dövrdə C bərabərdir. B üstəgəl 9-da C. C tam dövrdə A bərabərdir. C üstəgəl 9-da A. Bunları yenə cəmləsəm, nə əldə eləyərəm? A plus B plus C plus 9-da A plus B plus C.
Bu məxrəcdə əldə etdiyim cavabdır. Bu da surətdə. Nə oldu? Bunlar bir-birinə bərabər oldu. Bərabər ədədləri də bir-birinə böləndə cavab 1 olur. Yəni B variantı. 10-cu suala baxaq. Futbol yarışı üçün satılan biletin qiyməti 2 manat idi. Biletin qiyməti ucuzlaşdıqdan sonra azarkeşlərin sayı 25%, yığılan pulun miqdarı isə 13,5% artdı. Ucuzlaşandan sonra bilet neçə manat oldu? Tutaq ki, biletimizin qiyməti x manat olub. X manat olub əvvəldə, yəni ilkin qiyməti x manat. Və gələn azarkeşlər sayca y-ə bərabər olsun. Y azarkeş. İndi ümumi, məsələn, bir azarkeş üçün x manatdır da qiymət. Y azarkeş üçün nə olacaq? X vurulsun, y manat pul toplamış olacaq da, düzdür? Nədir? Biletin qiyməti ucuzlaşdıqdan sonra. Tutaq ki, bu bilet ucuzlaşır. İndi ilkin qiyməti burada bizə verib. 2-yə bərabərdir də. Yəni x-in əvəzinə 2 yazırıq. Yəni ilkin qiymət 2 manat olub. 2 manat. İndi y azarkeş olduğuna görə 2 vurulsun y manat pul yığılırdı əvvəl. İndi deyir ucuzlaşdı. Tutaq ki, bu ikimiz x manat ucuzlaşır. Bu qədər olur. Azarkeşlərin sayı 25% artır. Yəni y-imiz nəyə çevrilir? 1,25 y-ə çevrilir. Azarkeş sayımız. Yığılan pulun miqdarı isə 12,5% artdı. Yığılan pul əvvəl nə qədər idi? 2y manat idi də, düzdür? 2y manat. Bunun artmasından söhbət gedir. Yəni 2y 12,5% artır. Yəni 2y özünün 1,125 mislinə çevrilir. Niyə? Məsələn, 2y-dir. 12,5% artdı nə deməkdir? Özünün 12,5% qədər artdı deməkdir. Yəni 2y vurulsun 12,5%-də 0,125 deyil. 2y möhtərizə xaricdən çıxarsam 1 üstə gəl 0,125. Bu da mənə bunu verir. İndi yığılan pulun miqdarı mən belə tapıram da. Belə tapıram. Yəni bunun vasitəsilə tapdım. Verilən şərtə görə tapdım. İndi mən bu yığılan pulun miqdarın bir azarkeş üçün olan pulu azarkeş sayına vuraraq da tapa bilərəm də. Yəni bu həm də bərabərdir. Bir azarkeş üçün olan pul, yəni 2 çıxılsın x vurulsun azarkeş sayı 1,25 y. İndi baxın. Y-lər ixtisar gedir. 2-ni 1,125-ə vuranda 2,25 eləyir. Bərabərdir. 2 minus x vurulsun 1,25. Hər tərəfi 4-ə vursam burada. Hər tərəfi 4-ə vuranda 9 bərabərdir. 2 çıx x vurulsun 5. 2 minus x da buradan 1,8 gəlir. X da 0,2 gəlir. Neçə manat oldudur? 2 çıx x olmuşdu da. 2 çıx x-i mən burada tapmışam əslində. 1,8. Ucuzlaşandan sonra 2 çıx x qiymətinə malik olur. X-i 0,2 tapdım. 2 çıx x da 2 çıx 0,2, yəni 1,8-ə bərabər olacaq. On birinci suala baxaq. Deyir, əlimizdə 4 sm, 8 sm, 11 sm və 17 sm uzunluğunda çubuqlardan hərəsində 2 ədəd var. Bu çubuqların üçündən istifadə olunaraq necə müxtəlif bərabər yanlı üçbucaq düzəltmək olar? İndi bərabər yanlı üçbucaq düzəldəcəksə, bu götürəcəyimiz çubuqlardan ikisi bir-birinə bərabər olmalıdır. Tutaq ki, mən 4-dən 2-dən götürürəm. Bərabər yanlı üçbucaqda yalnız 2 tərəfi bərabər olandır da, yəni eynisindən 3 dənə götürə bilməzsən. Tutaq ki, 4-dən 2-dən götürürəm.
4-dən 2-dən götürürəmsə, üçüncü tərəf ya 8 olacaq, ya 11 olacaq, ya da 17 olacaq. Lakin biz üçbucaq bərabərsizliyindən də bilirik ki, 4, burada bir x olsun. X yerdə qalan iki tərəfin fərqinin modulundan böyük olmalıdır. Yəni modulca 4 çıx 4-dən böyük olmalıdır. Cəmindən də kiçik olmalıdır. 0 böyükdür x, kiçikdir 8. Yəni üçüncü seçəcəyimiz tərəf 8-dən kiçik olmalıdır. Bu 4-dən başqa da burada 8-dən kiçik olan ədəd yoxdur. Üçüncü seçəcəyimiz ədəddə 8, 11 ya da 17 olmalı idi. Onların hamısı da 8-dən böyük və ya bərabərdirlər. Deməli, iki tərəfi, yəni bərabər tərəflər, yan tərəflər 4 olan üçbucaq qura bilmərik bunlardan istifadə edərək. Deməli, bu hal mümkün olmadı. İndi iki tərəfi 8 olana baxaq. 8, 8 deyək də. Üçüncü tərəfə y deyirəm. Nə olmalıdır? Y 0-dan böyük olmalıdır, 16-dan kiçik olmalıdır. 16-dan kiçik olanlar hansılardır? İndi 8-i çıxmaq şərti ilə də əlbəttə ki, 4-dür, 11-dir. 17, 16-dan böyükdür. Deməli, burada 2 dənə halımız oldu bizim. İndi üçüncü üçbucağa baxıram. 11, 11. Üçüncü tərəf isə bilmirəm də. 11, 11. Z. Bu Z nə olmalıdır? Kiçik olmalıdır 22-dən, böyük olmalıdır 0-dan. 22-dən kiçik olan 11-dən başqa neçə ədəd var? 17, 8, 4. 17 var, 8 var, 4 var. Deməli, burada da 3 halımız oldu. Üçüncü tərəfi, daha doğrusu, yan tərəfləri 17 olan üçbucağa baxaq. 17, 17. Burada bir K deyirəm. K nə olmalıdır? 0-dan böyük olmalıdır. 34-dən də kiçik olmalıdır bunların cəmindən. 34-dən kiçik olan 17-dən başqa 4 var, 8 var, 11 var. Yəni 3 dənə ədəd var. İndi ümumi sayı soruşurdu. 2 üstəgəl 3 üstəgəl 3 bərabərdir 8-ə. Cavabımız 8 A variantı. Keçək indi 12-ci suala. Aşağıdakı bölmə əməlində AB və 2C 2 rəqəmi natural ədədlərdir. Belə bir bölmə prosesini verib, buna görə K ədədi neçə olar? İndi bu bölmə əməlini yaxşı anlamaq üçün belə bir misal deyək. Tutaq ki, məsələn, 124 bölünsün 6 tutaq ki. 6 2-nin 12 deyirik. 12-ni çıxardırıq. Nə qalır? 0, 4. 6-nı burada vurmağa ədəd yoxdur da. Onda nə deyirik? Cavab, burası 0 qoyuruq da. 20 qalıb da 4. Gördüyümüz kimi bu sonda 259 çıxıb ha. Sonda çıxdığı ədəd bölənin misli olmalıdır. Yəni, bu 12, 6 vur 2 idi də. Yəni, bu çıxılsın 12, 6 vur 2 idi. 6 vur 2 olduğuna görə 2-ni burada yazıram. Yəni, 6-nı 2-yə vururam, burada çıxıram. Bu səbəbdən sonda yazılan ədəd AB-nin misli olmalıdır. Məsələn, 12-ni yazmışam, 6-nın 2 misli olduğuna görə 2-ni bura yazmışam, 12-ni bura. İndi burada da nə edib? Burada S-ni yazıb, sonra çıxılsın 259 yazıb. Yəni, AB-ni S-yə vurub, bu hansı ədəddirsə də bilinmir. Bu ədəddən çıxıb. Yəni, AB ədədi vurulsun S bərabərdir 259-a. Başa düşdünüz də yəqin ki. Yəni, məsələn, burada çıxanda nə varsan, nə edirsən, bu ədəddən kiçik, elə ən böyük ədəd tapırsan ki, AB-nin misli olsun. İndi AB-nin neçə mislidirsə, həmin ədədi də burada yazırsan, bu C ədədimizdir də. Yəni, AB vursa 259-a bərabərdir. İndi mən 259-u sadə vuruqlara ayırsam, 259, 7, 7 üçün 21, 7, 7-nin 49, 37, 1. Nə şəklində göstərilə bilir? 37 vurulsun 7.
İndi AB 2 rəqəmli ədəd olduğuna və C bir rəqəmli ədəd olduğuna görə burada AB ədədimiz 37, C ədədimiz isə 7 olur. İndi AB 37-dir, C 7-dirsə biz K-nı necə yaza bilərdik? K bərabərdir AB bölən vurulsun qismət üstəgəl qalıq. Düzdür? İndi AB-nin yerinə 37 yazıram, C-nin yerinə 7 yazıram. 27 üstəgəl 11 bərabərdir. 37-ni 27-yə vuraq. 37 vuraq 27 bərabərdir. 999 üstəgəl 11-də 1 üstəgəl 10 kimi yazaq. Bərabərdir 1000 üstəgəl 10, yəni 1010. Cavabımız C variantı. İndi 13-ə keçək. Deyir ABC üçbucağında bu üç bucağın nisbəti 1/2/2 nisbətindədir və BD tənböləndir. AD plus BD 24 olarsa BC tərəfi neçə santimetr olar? Gəlin ABC üçbucağını çəkək. Aha. Deyir, bura A təpəsi olsun, tutaq ki, indi bura B olsun, bura C olsun. Bu bucaqlar 1/2/2 nisbətindədir. Yəni A bucağına x deyərəm, B-yə 2x deyərəm, C-yə də 2x deyərəm. Bunların cəmi nə olmalıdır? 180 olmalıdır. Yəni 180 bunların cəmidir. Bunların cəmi nədir? 5x. X da buradan 36 gəlir. Deməli A tərəfimiz 36-dır. 36-dır. Yəni x-dir də. B-miz 2x idi. 2 vur 36 72 eləyir. Onu hələ yazmıram. İndi səbəbini deyəcəm. C-mizdə 72-dir. 2 vur x. İndi burada nə deyir? B-də tənböləndir. İndi B 72 idi də. Buradan tənbölən endirsən 72 nə olacaq? 36 kimi parçalanacaq da. İndi burada D nöqtəsi. Aha. İndi mən burada bəzi bərabərliklər yazaram. Necə? 36 var. 36 var. Deməli bu tərəflə bu tərəf bir-birinə bərabər olmalıdır. Bu tərəfə 1x deyirəm, buna da 1x deyirəm. Həmçinin bu ikisi 36-dırsa, bu da 36, 36-nın 2 misli olmalıdır. Yəni 72 olmalıdır. Deməli, nə oldu? 72, 72. Bu tərəflə bu tərəf bir-birinə bərabər oldu da, düzdür? Deməli, mən BC tərəfinə də x deyə bilərəm. Bərabər yanlı olduğuna görə. Nə deyir? AD ilə BD-nin cəmi 24-dür. AD plus BD nəyə bərabərdir? X üstəgəl x. Yəni 2x bərabərdir 24. Buradan da x bərabərdir 12. Bizdən nəyə soruşur? BC-ni soruşur. BC də x idi də. X 12-dirsə, BC də 12-yə bərabər olacaq. Cavabımız C variantı. 14-cü suala baxaq. Aralarında 2 nəfər əkizin olduğu, yəni eyni yaşlı 2 uşağın olduğu 6 qardaşın yaşları çoxluğu 13, 15, 17, 19, 24-dür. Ən böyük 3 qardaşın yaşları cəmi 60, ən kiçik 3 qardaşın yaşları cəmi isə 43-dür. Buna görə əkiz qardaşların yaşları neçədir deyə soruşulur. İndi bax, yaşlar çoxluğuna baxanda 5 dənə ədəd var. 13, 15, 17, 19, 24. İndi 2 nəfər əkiz varsa, deməli, bu yaşlardan birindən 2 nəfər də var. Tutaq ki, məsələn, əkizlərdən birinin yaşı 15-dirsə, o birində yaşı 15 olacaq axı. Yəni, birindən 2 dəfə istifadə olunur. Qalanların yaşı isə bir-birindən fərqlidir əlbəttə ki. Çünki çoxluqda bir-birindən fərqli verilib ədədlər. Deməli, mən o 2 ədəd əkizin hansı yaşda olduğunu tapmalıyam. Əslində, məndən də onu soruşur da. İndi, belə bir fikir yürüdə bilərik. İndi, ən böyük 3 qardaşın yaşları cəmidir 60-dır. Əgər bu 2 nəfər əkiz, hər ikisi 17 yaşında olsa, hər ikisi 17 yaşında olsa, onda deyir, ən böyük 3 nəfərdən, hər ikisi 17 olsa, ən böyük 24, 19, 17-dən hansını seçəcək? İkisi də eyni yaşdadır. Onlardan ən böyüsünü seçə bilməyəcək.
Məcburdur 4 nəfər seçsə, lakin 3 nəfər seçir də. Deməli o iki qardaşın yaşları 17 ola bilməz. İndi ya 13, ya 15, ya 19, ya da 24 olacaq. Tutaq ki 13 olsa, hər ikisində 13 olsa, nə olacaq? 2 dənə 13, ən kiçikdir də. Üstə gəl 15. Bu da nəyə bərabərdir? 28 üstə gəl 13, o da 41 edir. Aha. Bu isə 43-ə bərabər deyil. İndi tutaq ki 15-ə bərabərdir ikisinin də yaşı. Nə olacaq? 13 üstə gəl 15, üstə gəl 15. Bu da 43-ə bərabər olacaq. Və yəni düzgün bir nəticəyə gəldik. İndi hər ikisi 15 olanda 13, 15, 15 2 dəfə topladı. Yerdə nə qalır? 17, 19, 24. 17 üstə gəl 19, üstə gəl 24-ü toplayanda da 60-a bərabər elədiyinə görə, bizdə də bunları verdiyinə görə biz ziddiyyət almadıq. Deməli, əkiz qardaşların yaşları 15-ə bərabər imiş. Cavabımız B variantı. Nədir? 15-ə baxaq. A bərabərdir. 119-da 1 çıxılsın 115-də 1 olarsa, 117-nin kvadratı əməlinin nəticəsini A ilə ifadə edin. A dedim, biraz başqa formada yazaq. Belə yazaq. A bərabərdir. İndi ədədin özünü yazaq. 1 bölü 119 çıxılsın 1 bölü 115. Mən bunu orta məxrəcə gətirsəm. 119 vurulsun 115. Surətdə də 4 əldə edir. İndi variantlar yoxlayaq görək hansı variant nəticəni ödəyir. Yəni 117-nin kvadratını ödəyir. A variantına baxaq. 4A çıx 1 bölünsün A. Mən deməli hədlərin hər birinin ayrıca bölə bilərəm də. Yəni 4A-nı da A-ya bölərəm, -1-i də A-ya bölərəm. Görə nə əldə edirik? 4A-nı A-ya böləndə 4, -1-i A-ya böləndə 1 bölü A. İndi 1 bölü A nədir? A-nın tərsidir də, düzdür. 1 bölü A-nın tərsidir. Yəni 4 çıxılsın. Məxrəcdə 4, surətdə olacaq 119 vur 115. İndi 117-nin kvadrat natural ədəd deyil. Deməli, bu əməlimizin nəticəsində natural olmalıdır. Naturaldan sən, natural olmayan, yəni kəsr ədəd çıxanda, rasional kəsr ədəd çıxanda, sən natural da eləyə bilərsən, eləyə bilməzsən. Üstə gəldə ki, əməlimizin nəticəsi mənfi ədəd olur. Yəni, bunu hesablamağa belə dəyməz. A variantı getdi. İndi B-yə baxaq. B-yə baxaq. B-də nədir? 2A üstə gəl 4 bölünsün A. Burada da hər birini ayrıca A-ya bölürəm. 2 üstə gəl 4 böl A. Düzdür? İndi 2 üstə gəl 4 vurulsun A-nın tərsini yazacağım. 4 məxrəcə gəlir. 119 vur 115. Bunlar ixtisar gedir. 2 üstə gəl. Daha doğrusu. Burada -4 alınır, üzr istəyirəm. -4 alınır. -4 alınanda da bu müsbətə çevrilir. Yəni A variantı. Müsbət olanda da yenə də eyni şey kəsr ədəd olduğuna görə cəmləri mənə natural ədəd verə bilməz. Yəni A variantı yenə səhv olur hər halda. İndi -4-dür. İndi burada mənfi yazıram, -4. İndi bu müsbətdə mənfiyə çevriləcək də. 2 plus yox, 2 minus olacaq. 2 minus. 2 minus 119 vur 115. Məlum məsələdir ki, 119 vurulsun 115 2-dən böyükdür. Çox böyükdür. Onların fərqi də, yəni 2-dən çıxırsan, 2-dən böyük olan bir ədədi mənfi ədəd alırsan, natural ədəd almırsan. Deməli, B variantı da düzgün deyil. Yəni, bizim həmin nəticəni vermir. İndi keçək C-yə. A-nı silək. Buranı silək. Ədədimiz qalsın yerində. İndi C-ni yazıram. Yenə ayrıca böləcəm. 2 üstə gəl 1 böl A şəklində yaza bilərəm. İndi demişdik də 1 böl A. 1 böl A kəsr ədəddir. Kəsr ədəddir. Yəni, natural ədəd deyil. Tam ədəd də deyil ümumiyyətlə. Tam ədəd deyil. Yəni, naturalın üstünə tam ədəd olmayan bir ədəd gələndə, onda sənin nəticən tam ədəd verə bilər. Əlbəttə ki, verə bilməz. Deməli, C variantı da ödəmir. Qalır D variantı. İndi düzgün cavab da D olacaq da şübhəsiz. D-ni yazaq. 4 çıxılsın 4 böl A şəklində yaza bilərəm də.
Bu da nədir? 4 çıxılsın, 4 vurulsun, A-nın tərsi, yəni -4 aşağıya gələcək. Belə yazaq da -119 vur 115 böl 4. Mənfi yuxarıya atdım. 4'lər ixtisar gedir. Nə qalır? 4 üstəgəl 119 vurulsun 115. Burada biraz yer açaq. 119 vurulsun 115 necə yaza bilərəm? Yazaram. 117 plus 2 117 minus 2. Buradan da nə gələcək? 117 plus 2'ni 117 minus 2'ye vuranda 117'nin kvadratı çıxılsın 4. Bərabərdir. Buradan yazaq. 4'lər islah gedir. 117'nin kvadratı. Bizdən istənilən nəticəni vermiş oldu. Deməli cavabımız D variantı. 16-cı suala baxaq. Bir ABC 3 rəqəmli, AC və BC isə 2 rəqəmli natural ədədlərdir. Bu bərabərliyi ödəyən neçə fərqli ABC ədədi yazmaq olar? Demək, ABC üstəgəl AC. ABC-ni yazaram. 100A üstəgəl 10B üstəgəl C. AC-ni də yazaram. Üstəgəl 10A üstəgəl C. AC plus BC-ni də yazaram. 10A plus 10B plus 2C bərabərdir 6. 6'nı vursam məxrəcə, yəni hər tərəfi məxrəcdəki ədədə vursam, daha doğrusu yəni tənasüb tətbiq eləsəm, 60A üstəgəl 60B üstəgəl 12C bərabərdir. Deməli 110A plus 10B plus 2C. İndi digər tərəfə keçirsəm, -50A üstəgəl 50B üstəgəl 10C bərabərdir 0. Hər tərəfi deməli 10'a bölsəm, -5A üstəgəl 5B üstəgəl 2C bərabərdir 0. Sonra daha doğrusu 2C yox, C eləyir. C. 5'də B çıxısına plus C bərabərdir 0. 5'də B çıxan digər tərəfə keçirdəndə 5'də A çıx B eləyir. Bərabərdir C. İndi son bərabərliyi bir daha yazaq. İndi baxaq. C məlumdur ki, rəqəmdir də. İndi ya A çıx B 0 olmalıdır, ya da 1 olmalıdır. 2 ola bilməz. Çünki onda 2 olsa C 10 eləyəcək. C'miz rəqəm idi demişdik lakin. Ya deməli 1 olacaq, ya 2 olacaq. Daha doğrusu ya 1 olacaq, ya 0 olacaq da. İndi A minus B 1 olsa, bir hal var da C üçün. C 5 olacaq. İndi A minus B 1 olsa neçə hal var A və B üçün? A 9 olar, B 8 olar. Həmçinin A və B sıfırdan fərqli ədədlərdir. Çünki ilk gələn rəqəm 0 ola bilməz də. Sonra A 8, B 7, nöqtə nə olacaq? A 2 olar, B 1 olar. A 1 olsa B 0 olacaq. Dedik B 0 ola bilməz. Deməli 2-dən 9'a qədər neçə hal oldu? Neçə dənə hal əldə eləmiş olduq? 8 dənə. Yəni burada 8 dənə hal var. 8 dənə hal var. İndi keçək digərinə. A çıx B 0 olan hala. A çıx B 0 olsa, onda C nə olacaq? 0 olacaq. A bərabərdir B əldə edəcəyik. A 1 olsa B 1 olar, 2 olsa 2 olar, nöqtə, 9 olsa 9 olar. Burada da 9 dənə hal var. 8 üstəgəl 9 ümumi 8 üstəgəl 9 17 hal əldə eləmiş olduq. B variantı. 17'ye baxaq. Natural bölənlərinin sayı 15 olan ən kiçik natural ədədin rəqəmləri cəmi neçədir? Natural bölənlərin sayı 15'dir. Biz nə demişdik?
sadə vurğulara ayıranda natural bölünənlərin sayını necə tapırdıq? Qüvvətdə duran ədədlərin üzərinə 1 əlavə edirdik də. Məsələn, 15 necə yazıla bilər? 15 yazılar. 1 vur 15, 3 vur 5, 1 vur 3 vur 15. İndi daha doğrusu 1 vur 3 vur 5. Aha. Biz qüvvətə 1 əlavə eləyib vururduq bir-birinə. Oradan da görünür ki, məsələn, ədədimiz A olsun, həmin ədəd A olsun. Yəni P1 üstü alfa 1, vurulsun P2 üstü alfa 2, vurulsun P3 üstü alfa 3 tutaq ki də. İndi bundan artıq ola bilməz, çünki 15 3-dən çox vuruğun hasil şəklində göstərilə bilmir, natural vuruğun. İndi 1 olanda alfa 1'in üstünə 1 gələndə 1 eləyəcək. Oradan da alfa 1 nə olacaq? 0 olacaq. Qüvvətdə də 0 olmamalıdır da. Yəni, sadə ədəd varsa tərkibində, sadə vuruq, onun qüvvəti 1 ola bilməz. Məsələn, sən burada milyon dənə də 1 yaza bilərsən, vurulsun 15. Lakin o zaman da sadə ədədin qüvvətində 0 olacaq. Ona görə bir vurğu olan halların kənara atmaq lazımdır. 3 və 5 vurğular olmalıdır. Onda nə olacaq? 3-cü vurğudan söhbət gedə bilməz. 3 və 5 varsa. Onda nə olacaq? P1 alfa 1'in üstünə 1 gələndə 3 eləsin. Alfa onda 2 olacaq. P1'in kvadratı vurulsun. P2-də olacaq 4. 5 çıxılsın 1. Düzdür. İndi ən kiçik dediyinə görə mən qüvvəti böyük olana kiçik ədəd qoyacam. Qüvvəti kiçik olana böyük ədəd qoyacam. Yəni üstü 4 olana 2 qoyacam, üstü 2 olana 3 qoyacam. 3'ün kvadratı vurulsun, 2 üstü 4. Yəni 9 vurulsun, 2 üstü 4 16 edir, 9 1 9, 9 6 54, 144. Deməli, bunların rəqəmləri cəmdə 9 edir. Yəni cavabımız B. 18'ə baxaq. X və Y natural ədədlərdir. Bu iki ədəd qarşılıqlı sadə ədədlərdir. 58 vurulsun 5x çıx 4 bərabərdir 22 vurulsun 3y minus 2 olarsa x, y hasilini tapın. Bu bərabərliyi yenidən yazaq. 5x çıxılsın 4 bərabərdir 22, 3y üstəgəl 2. Hər tərəfi 2'yə bölürəm. 29, 5x çıx 4 bərabərdir 11, 3y üstəgəl 2 nə olmalıdır? 5x çıx 4, 11k, 3y üstəgəl 2 də 29k deyilə bilər. Lakin bunlar qarşılıqlı sadə olduğuna görə k sadəcə 1 olacaq. Yəni 2 olsa, 3 olsa, onda onların əbobu 1-dən böyük olacaq da. Onda da qarşılıqlı sadə olmayacaqlar. Deməli, k 1 olmalıdır. Onda nə olur? K 1 olanda 5x çıx 4 bərabərdir 11 olur. 3y plus 2 də bərabərdir 29 olur. Buradan da x tapılır 3, y tapılır 9. Bunların hasili də 27 deyilir. Yəni cavabımız A variantı. 19-cu suala keçək. Deyilir ki, A ədədi 2024 dənə bir rəqəminin yan-yana yazılması ilə əldə olunan 2024 rəqəmli bir ədəddir. Bu ədəd 2024-də vurulur, alınan ədədin rəqəmlərinin cəmi neçə olacaq? Burada əlbəttə ki, siz bunu 2024-də vuran deyilsiniz. Ona görə biz burada nə olmalı? Nə əldə eləməliyik? Periodik olaraq təkrarlanan ədədlər əldə eləməliyik. İndi biz bunu necə əldə edə bilərik? Baxaq. Bu 2024 dənə birdir də. 2024 dənə. 2024 ədəd. Bu necə yazıla bilər? Məsələn, bu ilk, daha doğrusu son rəqəmi nədir? 1. 1 necə yazaram? 10 üstü 0. Ondan əvvəl gələn 10. 10 üstü 1. Üstə gəl 10 üstü 2. Üstə gəl 10 üstü 3. Üstə gəl nöqtə. Sonuncu rəqəminin deməli sağında neçə dənə rəqəm var? 2023 dənə. Nöqtə sonuncuda 10 üstü 2023 olacaq da. Yəni bunların cəmi bizə bu ədədi verəcək. İndi bunu 2024-də vursam bu ədədi. Bir də yazaq bu ədədi. 10 üstü 2023. Üstə gəl 10 üstü 2022.
nöqtə nöqtə 10 üstü 1 üstəcə 10 üstü 0. Mən bunu 2024'ə vursam, hər bir toplananında vurmalıyam da, düzdür? Yəni 10 üstü 2023'ü 2024'ə vursam, necə bir ədəd alaram təxminən? 2024 yanında 2023'dən 0. Yəni belə gedir də sonsuza. Sonsuza qədər yox. 2023'dən 0 alınana qədər gedir. Gəlin bu sıfırları biraz çox yazaq. Aha. İndi məsələn 10 üstü 2022. 10 üstü 2022. Vur 2024. Buradan olacaq. Bu 2024 bir vahid sağa sürüşəcək. 2024. Belə. Yine 0, 0, 0, 0, 0, 0, 0, nöqtə nöqtə sonsuza qədər. Digərlərini də elə yazacağım da. 2024 0, 0, 0, 0, 0, nöqtə nöqtə 2024 0, 0, 0, 0, 0, yine nöqtə nöqtə 2024 0, 0, 0, 0, nöqtə nöqtə 2024 0, 0, 0, nöqtə nöqtə 2024 0, 0, nöqtə nöqtə 2024 0, 0, nöqtə nöqtə belə. İndi baxaq. İndi biz bu cəmin, yəni sonsuz bir cəmdir də, mən bunun hamısını hesablayan deyiləm. İndi bu cəmin ilk rəqəmlərini hesablayaq. Məsələn, bu ilk 2'dir də. Yəni bu 2'nin üstünə burada bir şey gəlmirsən. Yəni toplama xassəsi. 2'nin üstünə bir şey gəlmirsən. Olduğu kimi 2. Buradakı 2'nin də üstünə heç nə gəlmirsən. 2. Buradakı 2. Burada 2 dənə 2 var. 4. Burada 8. Burada 8. Burada 8. Burada 8. Burada cəmləyirik. 8. Yəni ondan böyük olmadığına görə da o birinə bir əlavə eləməli deyilik də. Başa düşürsünüz. Yəni məsələn 2024 ən böyük rəqəmi 4'dür. Digər 2024 ilə cəmləyəndə onun da ən böyük rəqəmi 4'dür. Maksimum 8 ola bilər də. Yəni ondan böyük bir ədəd almayacaqsan. Bunu da cəmləyirsən. Bir dəqiqə. Bu da 8. İndi siz burada 4 ve 2 var. Burada da yine 2024 00. İndi deməli ne oldu? Bu 8 görüşü periyodik olarak təkrarlanır. Bu periyodik olarak təkrarlanırsa, biz tapsaq ki bu 8 təkrarlanması harda bitir? Onda da iş bitəcək. Məlum məsələdir ki bu 2024 üstü, nə bilim, 2024 vurulsun 10 üstü 2022, 2024 vurulsun 10 üstü 2021. Bu 8 təkrarlanmasını davam elətdirəcək. Baxırıq ki, nə var? 4 2 0 2. Mavinə yazaq. 4 2 0 2, 4 2 0 2, 4 2 0 2 belə gedir. Bu sonda bitməlidir də. Sona yaxın bitməlidir. İndi mən bunun sonun araşdıracağam. Bu ədədimizin sonu necə qutarır? 8'in harda qutardığını tapsam, işim rahatlaşacaq. İndi bu necə tapacağıq bunu? İndi bu son toplananımız nə olur? Son toplananımız. Deməli 2024'ü 10 üstü 0'a vururuq. Baxın 2024 vur 10 üstü 0. Sonra nə var? 2024 vurulsun 10 üstü 1 üstə gəl. 2024 vurulsun 10 üstü 2 üstə gəl. 2024 vurulsun 10 üstü 3. Nəysə, yəni mənə bura qədər lazımdır da. İndi mən bunları toplasam. 2024 vur 10 üstü 3. Baxın. 2024 0 0 0. İndi bir şey diyeyim. İndi bundan əvvəl də 2024 var da. Bu da buna təsir edir. Yəni burada 8 görməyəndə təəccüblənməyin yəni. Bu 2024 vurulsun 10 üstü 2 necədir? 2024 0 0. Burada da 2024 0 2024. Deməli baxaq. 4 6 6 8 yenə deyirəm burada yenə var. O 4'dür. 2'dir, 0'dır. 2'dir belə gedir. Burada 8 oldu. Belə 8 burada başladı. Burada da yenə 2024
24, yenə burada 8. Deməli 8 burada qurtarırmış. Burada qurtarırmış. Deməli biz təxminən necə ədəd əldə elədik? Buraları silim. Yəni başa düşdünüz də. Necə ədəd əldə elədik biz? 2, 2, 4 ilə başlayan, 8 ilə periodik olaraq dövr eləyən, burada qurtaran, sonu 664 olan belə bir ədəd. Mən bu ədədin neçə rəqəmli olduğunu tapsam, neçə rəqəmlidir? İndi bilirəm ki, baxın bu ədədi yazmışıq da, bu şəkildə yazmışıq ədədimizi. Bu 2-nin yanındakı o rəqəmlər var. Yəni 2-nin yanındakı bu cəmlər. Bu cəmlər bu 2-ni artırır, qətiyyən artırmır. Yəni 2-dən sonra 2 gəldi. Yəni bu cəmlər artırsa 2-ni artıra bilərdi, onu da artıra bilmir də. Yəni bu neçə rəqəmlidir? Bax bunun rəqəmləri neçədirsə, yəni neçə rəqəm varsa, elə ədədin özü də həmin qədər rəqəmə malikdir. Bu ədədə mən neçə demişdim? 2024 vurulsun 10 üstü 2023. Yəni 2024-ün yanında 2023 dənə 0. 2024 00.0 2023 dənə də 2023. Bu ədəd neçə rəqəmli olur? 2023 dənə 0. Üstəgəl bu yerdə qalan 4 dənə ədəd. Yəni 2027 dənə ədəddən ibarət olur. İndi deməli bu ədədimiz də, yəni ümumi bu ədəd də 2027 dənə rəqəmdən ibarətdir. İndi mən bunun rəqəmlərini cəmləcə hesablayaram. Baxın bu 8-lər var ha. Bunu ayrıca saxlayıram. İndi 2027 rəqəmli ədəddirsə, baxın bu 3 dənə rəqəm, bu da 3 dənə rəqəm. Bu yerdə qalan rəqəm sayısı neçə olur? 2027 çıx 3, çıx 3, yəni 2021. Yəni 8-dən 2021 dənə var. İndi rəqəmləri cəm olanda neçə olur? 8 vur 2021. Üstəgəl yerdə qalan ədədlər də hansılardır? 6 üstəgəl 6 üstəgəl 4, bu 16 eləyir. 2 üstəgəl 2 üstəgəl 4, 8 eləyir. Yəni 24 üstəgəl 16 168, bu da 16192-yə bərabər olur. Deməli, nəhayət cavabımızı əldə elədik. 16192. Cavab D variantı. İndi 20-ci suala baxaq. Aşağıda verilən xanalara 1-dən 15-ə qədər olan bütün tək ədədlər yerləşdiriləcək. İlk qutuya 1, son qutuya 15 yazılır. Xanalara yerləşdirilən ardıcıl 2 ədəd arasında kiçik ədədin 1 artığı qədər boş xana buraxılır. Məsələn, 1 ilə 3-ün arasında 1-in 1 artığı 2 dənə ədəd var. 3 ilə 5-in arasında 3-ün 1 artığı 4 dənə ədəd var. Ədədlər soldan sağa doğru artdığına görə, yəni 5-dən sonra 7 gələcək. Bu şəkildə cəmi neçə xana olar? İndi baxaq. 1 ilə 3-ün arasında 2 dənə xana var da. İndi mən burada neçə xana olduğunu tapmalıyım. Bax, bu bir özü bir dənə xanadadır. Bir dənə xanadadır. Bir dənə xana burada. 2 dənə xana boşluq var. 3-ün özü də bir dənə xanadadır. Üstəgəl 1. Burada da yenə 4 dənə xana var. Boşluqda yəni. Üstəgəl 1. Burada 6 dənə olacaq. Çünki 5-in üstünə 1 gəlirsən. Aradakı boşluq tapırsan. 6 dənə. Yenə 1. Bu indi hara qədər gedəcək? Ora qədər gedəcək ki, bu 15-i də 1 kimi saymayacaqsan sonda. 1 kimi sayacaqsan da. Burada neçə dənə ədəd var? Ədəd yəni. 1-dən 15-ə qədər neçə tək ədəd var? 15 nədir? 2n-1 kimi düşünsək, buradan da n bərabərdir 8 əldə olunar. Yəni 8 dənə tək ədəd var. Deməli, bu birlərin sayı da 8 dənə olmalıdır. Düzdür? 8 dənə olmalıdır. 8 dənə olmalıdır. İndi davam elətdirirəm. Birlərin sayı 8 olana qədər. Üstəgəl 8, üstəgəl 1, üstəgəl 10, üstəgəl 1, bax 1, 2, 3, 4, 5, 6, bir dəfə də 12, üstəgəl 1, üstəgəl 14, üstəgəl 1. Oldu 8 dənə. İndi toplayaq. 8 dənə 1, 8 elədi. 2, 4, 6, 8, 10, 12, 14. 2 ilə 14, 16 verir. Deməli, 4 ilə 12 də 16 verir. 6 ilə 10 da 16 verir. 3 dənə 16'mız var. Bir dənə də 8'imiz var. 2 ilə 8 16 elədi. 16 üstəgəl 16 vur 3. Yəni 16 vur 4 bərabərdir.
64 cavabımız C variantı. 21. Bu ədəd neçə rəqəmli ədəddir? Ədədi aydınca yazaq. Burada yaxşı düşmür. 2 üstü 20 vurulsun 5 üstü 23. Vur yox, üstə gəl 9 üstü 20. İndi mən bu ilk ədədə baxıram. 2 üstü 20, bu 5 üstü 23-ü 5 üstü 20 vurulsun 5 üstü 3 şəklində yaza bilərəm mən. Bu da neçə olar? 5 üstü 3 125-dir. Bu da nədir? 10 üstü 20. Yəni bunun yanında 20 dənə sıfır var. 20 dənə. İndi mən 9 üstü 20-ni araşdırmalıyam. Baxaq. 9 üstü 20. Görün buna təsir edir rəqəmlərinin sayına, yoxsa eləmir. 9 üstü 20, 10 üstü 20-dən kiçikdir. Yəni 9 üstü 20 maksimum 10 üstü 20 belə ola bilməz. 10 üstü 20-dən kiçikdir. Tutaq ki 10 üstü 20 olsun. Sən bunun üstünə 10 üstü 20 gələrsən də, yəni 9 üstü 20-nin əvəzinə. 10 üstü 20 maksimum gəlirsən. Sən maksimum gələndə nə olur? Nə olur? 126, 0, 20 dənə də, 20 dənə 0. Yəni bunun rəqəmlərinin sayına təsir elədi, eləmədi. Deməli, bu 9 üstü 20-ni mən hesablamağa məcbur belə deyiləm. Yəni, bu heç bir zaman bu rəqəmlərin sayına təsir eləyə bilməz. Yəni, bunun rəqəmlərinin sayı neçədirsə, elə bunun da rəqəmlərinin sayı eyni ədədə bərabərlər. 125-in yanında 20 dənə 0 varsa, 20 dənə 0 üstə gəl, 125-in özü də 3 rəqəmli ədəddir. 3 bərabərdir 23. Yəni, cavabımız D variantı. 22-yə baxaq. ABC natural ədədlərdir. Bu şərtə görə A plus B vur C nəyə bərabərdir? İndi yazılıb 1 bölünsün A plus 1 bölünsün B plus 1 bölünsün C bərabərdir 30-da 7. Mən bunu tərsinə çevirə bilərəm hər iki tərəfi. Necə? 1 bölü yerinə yazaram A plus 1 böl B plus 1 böl C. Tərsinə çevirdim də, yəni bu kəsin tərsini tapdım. Bu kəsin tərsini tapdımsa 30-da 7-nin də tərsi yazmalıyam. 7-də 30. 7-də 30 nədir? 7-də 28, üstə gəl 7-də 2-dir. 7-də 28 4-dir, 7-də 2-də olduğu kimi saxlayıram. A natural ədəddirsə A nə olur? 4-ə bərabər olur. A bərabərdir 4. Ondan nə çıxır? 1 bölünsün B plus 1 bölünsün C, yerdə qalan 7-də 2-yə bərabər olur. Tərsinə çevirsəm, B plus 1 bölü C bərabərdir 2-də 7. 2-də 7 nə şəklində yazıla bilər? 3 üstə gəl 2-də 1 şəklində. Buradan da B 3 çıxır, C-miz 2 çıxır. A plus BC nəyə bərabər olacaq? A-nın yerinə 4 alırıq, qoyuruq bura. Deməli, B-nin yerinə 3, C-nin yerinə 2. 4 üstə gəl 6, 10 eləyir. Yəni, cavab B variantı. Baxaq, bu x-in yerinə nə yaza bilərəm? X-in yerinə yazaram. X-in yerinə, AX bərabərdir 5. Yəni, bunu mənə verib də burada. X-in yerinə nə yazaram? X bərabərdir 5 böl A. Düzdür. Y-in yerinə də analoji olaraq 5 böl B, Z-in də yerinə 5 böl Z, daha doğrusu 5 böl C yaza bilərəm. Bunların cəmi də 30-a bərabərdir. Bunları cəmləyək. 5 böl A, üstə gəl 5 böl B, üstə gəl 5 böl C bərabərdir 30-a. Hər tərəfi 5-ə bölsəm, A-da 1, plus B-də 1, plus C-də 1 bərabərdir 30, bölünsün 5, yəni 6. Hər tərəf ABC-yə vursaq, AB plus AC plus BC bərabərdir 6 ABC-yə. Aha, bu bərabərliyi istifadə edib birbaşa cavabı əldə edəcəyik. Baxın, bu verilən ifadəni yazaq. Bu 2-ni mən mötərizə xaricdən çıxararam da. 2 vurulsun AB üstə gəl AC, üstə gəl BC. Məxrəcdə olduğu kimi saxlayıram. 2 vurulsun AB plus AC plus BC-yə
Biz burada 6 ABC deməmişik. Yazıram 6 ABC. Bölünsün 3 ABC. ABC-lər islah gedir. Yəni ixtisar gedir daha doğrusu. 12 bölünsün 3. Cavab 4 olur. Yəni B variantı. Bu qədər. Ümid edirəm ki, video sizlər üçün faydalı olar. Sağ olun. Salamat qalın.